Qəfərli Talih Mübarizoğlu 1996-cı ildə Göyçörən Qarabaqal kəndində anadan olmuşam. Əslən Laçın rayonunda məcbur köçkünük. Bugünkü günü təsərrüfatımızı saxlamağa bizə çox maneəçilik olur. İt ferması gətirib saxlayıb yanımıza. Təsərrüfatımız yaylaqda qalıb, gətirə bilməm təsərrüfatımı. Portalda ayın birini qurtarır, noyabrın biri. İtin xəstəliyinin əlindən biz gətirə bilmirik, tez sonra geri bilmirik. Özüm də sahibkaram. 100 min kreditim var adında. Sahibkar kimi dövlət mənə 5%-dən kredit verib, 100 min kreditim var. Yəni 120-dən yuxarıda mal təsərrüfat saxlayıram, hər il dövlətə nə qədər ət verirəm, 7000, 6500 manat pul ödəyirəm portala. Hamısı bu təsərrüfatın sayəsindədir. Bugünkü günə qədər saxlaya bilmirik. İt bu təsərrüfat gətirə bilmirəm burada. İt aramız 10 metrdir. Sağlamlıq baxımından, bəli, sağlamlıq baxımından aramız 10 metrdir. Burada heç bir it gətirib salıb bura biz təsərrüfat saxlaya bilmirik. Bu üçün mən mal gətirə bilmirəm bura. Bugünkü günü vaksin vurulur, qara yarıya, dabağa, yəni bunun qabağını ala bilmirlər. Bu itin də içinə gətirib biz bura mal salsıq. Bu boyda Qarabaqal kəndidir. Onsa qırılır da mal belə də olsa qırılır da qardaş. Çəkdə qoyunda təsərrüfatı yatışıb. Bu xəstəlikdir. 5-10 dənə qoyunum doğar qoyunumuzu getmişik düşüb dabağa. Bəs 6 aydır biz çöllərdik. İndi də gətirək bu iti qotur basıb elə. Bəs bu xəstəlik mənbəyidir. Bu zibilxananı deyirik, gətirdilər, poligonu salırlar, yaxşı bunu başa düşdük. Amma da bu kütləvi heyvanı gətirir, yoldan, irizdən, çoldan, çolsan ölmüş mallar gətiriblər. İndi yoxdur da sümük adı qalıbdır. Quzularımıza hücum eləmişdi qardaş. Elə bil ki, gətirdik, bankımız vardı, onu satmağa. Gətirən günü 28 dənə quzu idi. 102 məlumat verdik. Gəldilər, Allah kömək olsun polislərimizin çəkiliş də elədilər. Quzunun biri də yoxa çıxdı, beləncə ilə. Yəni qardaş, bizə çox ziyanlıq dərbi. 8 dənəsini parçaladı, elə nədir onun adı? Pis günə qaldı. İçəridədir, çəkə də bilər. Getdik icraya, icrada müəllim olmadı, mavin oldu. Kərim müəllim də çox bizə pis cavab verdi. Yəni ki, it orada qalacaq. Yəni xahiş edirik bu haqda bizə tədbir görəsiniz. Az yaşlı uşaq var, amma Allah hamd olsun itin dərdindən göndərmiş. Həm qorxur, Səsdən yata bilmir. Neçə yaş var uşaq? 2 yaş. 2 yaş.